Özbekistan Mərkəzi Asiyanın mərkəz hissəsində yerləşir. Şimalda Qazaxıstan, şimal-şərqdə Qırğızistan, cənub-şərqdə Tacikistan, cənubda Əfqanistan, cənub-qərbdə isə Türkmənistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Daşkənd şəhəridir. Ümumi sahəsi 448 min kvadrat kilometrdir. Əhalisinin sayı isə 35 milyon nəfərdən çoxdur. Əhalisinin sayına görə Mərkəzi Asiyada birinci sıradadır. Özbəkistanın dənizə birbaşa çıxışı yoxdur. Dənizə çıxışı olmayan nadir dövlətlərdəndir. Özbəkistan 1 sentyabr 1991-ci ildə müstəqilliyini elan etmişdir. Daşkənd, Səmərqənd, Buxara ölkənin ən böyük şəhərləridir. Rəsmi dil özbək dilidir. Ölkənin pul vahidi özbək sumudur. 1000 özbək sumu 15 Azərbaycan qəpi ilə bərabərdir. Özbəkistan dünyada 5-ci ən böyük pambıq istehsalçısıdır. Ölkədə 100-dən çox pambıq çeşidi vardır. Özbəkistan dünyanın 4-cü ən böyük qızıl istehsalçısıdır. Müxtəlif yeraltı zənginliklərə sahib olan ölkə, ayrıca dünyanın ən böyük 7-ci uran yatağına da sahibdir. Özbəkistan 35 milyonluq əhalisi ilə Türkiyədən sonra ən çox insanın yaşadığı türk dövlətidir. Əhalisinin 72% özbəklər, 9% ruslar, 5% taciklər, geri qalanı isə qazaxlar, tatarlar və qaraqalpaqlardan ibarətdir. Özbəkistan təbii qaz istehsalına görə dünyada ilk 11 ölkə arasında yer alır. Dünya Bankının statistikasına görə gələcək 10 ildə Özbəkistan ən sürətlə inkişaf edən ölkələr arasında yer alacaq. Ölkə bir muxtar respublika, 12 vilayət və paytaxt Daşkənd şəhərindən ibarətdir. Qaraqalpaqistan Özbəkistanın tərkibində muxtar respublikadır. Muxtar Respublika kimi 14 oktyabr 1924-cü ildə yaradılmışdır. Müxtəlif vaxtlarda Qazaxıstan və Rusiyanın tərkibində olmuşdur. 5 dekabr 1936-cı ildə isə Özbəkistanın tərkibinə qatılmışdır. Paytaxtı Nukus şəhəridir. Özbəklərə məxsus əsas xüsusiyyətlərdən biri qonaqpərvərlikdir. Burada qonaq qarşılamaq süfrənin zənginliyi və ailədəki çatışmazlıqlardan öndə durur. Kanala abunə olub dəstək ola bilərsiniz.